Gözəl bir Xankəndi səhəri, yox, gün ortasından hər birinizə salamlar ekran başındakılar. Bugün, yəni 3 may 2025 tarixində bu videonu çəkməyimin əsas məqsədi Qarabağ Universitetinin bir tələbəsi olaraq həm universitet həyatını, həm də yataqxana həyatını sizə göstərməkdir. Və bu vaxt çəkməyimin də təxmini səbəbi artıq blok imtahanı yaxınlaşır. Mən biləm artıq 1 ay qalıb hətta. Blok imtahanından sonra da ikinci blok imtahanı, yəni nəsə. Blok imtahanlarından sonra da seçim mərhələsi, universitet seçim mərhələsi gəlir və tələbələrin, daha doğrusu abituriyentlərin başı qarışıq olur ki, hansı universiteti niyə seçməyim. Mən burada yalnız Qarabağ Universitetindən danışacağam. Digər universitetlərdən belə ətraflı məlumatım yoxdur, orada oxumamışam, xəbərim yoxdur. Yəni mən hardayamsa o haqqda danışacağam. Digər universitetləri seçib-seçməməkdə özlərinə qalıb abituriyentlərin, ya da əgər siz abituriyentsinizsə sizin. İndi keçək, hansına keçək, yataqxana yoxsa universitet həyatı? Yəqin ki, hansı gəlsə birinci ona. Sizə biraz abituriyent vaxtımdan da danışacağam. Birinci ixtisas qrupu üzrə abituriyent vaxtı hazırlaşdım və o ixtisas qrupunu seçdim. Buraxılış imtahanının 259.1, blok imtahandansa 237 neçəsə aldım. Toplam balım 497 elədi. 497 nöqtə neçəsə, yəni blok yadımda olmadığıma görə bilmirəm. O 3 balı yığa bilərdim ən azından, 500 balım olsun. Çünküsünü də birazdan izah eləyəcəm. İndi keçək abituriyent vaxtından nəticələr və seçimlər. Nəticələrimi dedim. Seçimlərim isə universitet seçimlərindən danışıram burada. Seçimlərim isə birinci Qarabağ Universiteti kompüter mühəndisliyi, ikinci Qarabağ Universiteti robotexnika və mexatronika mühəndisliyi, üçüncü yer deyəsən Xəzər Universiteti kompüter mühəndisliyi, dördüncü yer aviasiya. İlk 4 yer yadımdadır, çünki bu 4 yer mənim üçün önəmli idi. Dördüncü yer isə Aviasiya Akademiyası kompüter mühəndisliyi idi. Birinci ingilis dilində, sonra Azərbaycan dilində. Niyə bu universitetləri seçdim? İlk olaraq onu deyim. Mən 3 il boyunca ən azından şəhərin mərkəzində Elmlər Akademiyasında liseydə təhsil aldığım üçün biraz şəhərdən bezmişdim. Yəni şəhərin tıxacı olsun, basa-basa olsun, izdiham falan, bunlardan bezmişdim. Şəhərdən uzaqlaşmaq istəyirdim. Həqiqətən bir yerdən sonra şəhərdən yorulur insan. Şəhərdən uzaqlaşmaq istəyirdim və fikir versəz bu 4 yazdığım yer şəhərdən ən uzaq. İlk ikisi ümumiyyətlə, yəni Azərbaycanın o biri başıdır, ən önəmli nöqtələrindən biridir. Digər ikisi isə Xəzər Universiteti və Aviasiya Akademiyası tamamilə şəhərdən kənardadır, demək olar ki. Xəzər Universiteti isə də yenə də şəhərin mərkəzindən ən azından biraz kənardaydı da, Neftçilər korpusu var idi, Bakıxanov korpusu var idi. Nəsə, ümumiyyətlə şəhərdən uzaqlaşmaq üçün bu universitetləri seçmişdim. Hətta seçdiyim universitetlər arasında Bakı Mühəndisliyi Universiteti də var idi. İndi niyə Qarabağ Universiteti? Mənim onsuz valideynlərimin də fikri var idi və müəllim də tövsiyə elədi ki, məncə Qarabağ Universitetini seçsin. Çünki ilk tələbəsi olacaq Qarabağ Universitetinin və Qarabağ Universitetinin ilk tələbəsi olmaq da çox möhtəşəm bir şey olardı da. Ona görə mənim də ağlıma batdı bu fikir. Birinci yerə Qarabağ Universiteti kompüter mühəndisliyi, ikinci yerə robototexnika yazdım. Və ikinci yeri yazmağımın səbəbi hər ehtimala kompüter mühəndisliyinə düşməsəm, mexatronika və robototexnikaya düşün. Buradan da məlum olduğu kimi mən ixtisasa görə yox, universitetə görə seçim eləmişəm. Universitetin ilk günü necə oldu? 21 sentyabr gəldik. Deyə bilərsiniz, bəziləriniz bilməyə bilər, 21 sentyabr niyə dərslər 16-sı başlamışdı. Bizdə bir həftə gecikdi dərslər, 23 sentyabr ertələndi. İndi bəzi bilmədiyim işlərə görə. Ona görə biz 21 sentyabrı mərhələli şəkildə köçürülürdük. Hamısı, çünki 1150 nəfər, 1154 ya da 51 tələbəni birdən bura köçürtmək biraz çətin və qeyri-mümkün olardı. Ona görə mərhələli şəkildə köçürmə prosesi oldu. Bizdə də 21 sentyabr oldu. Gəldik, yerləşdik. Korpuslarla biz tanış olduq. Park var, nümayəndəliyində parkı deyirlər, Fəvvara parkı da deyirlər. Yəni bir park var da mərkəzdə onsuz da. O parka gəldik, o parkı da bizə təqdim edilər, göstərdilər ki, yəni şəhəri tanımaq əsas məqsəd odur. Oradan düşəndə isə universitetin ilk korpusu, İncəsənət Fakültəsinin binası bizi qarşıladı. Bəlkə də mühəndislik korpusunda, korpusu deyirəm, mühəndislik fakültəsində İncəsənət korpusu ilə ən çox maraqlanan bir insan olaraq, bir tələbə olaraq mənə həqiqətən sevindirdi İncəsənət korpusunu görmək. Niyəsini burada yəqin ki qeyd eləmişəm. Maraq dairəsinə görə seçimlər və niyəsini orada deyəcəm. İncəsənət korpusuna çox da bizim aidiyyatımız olmadığına görə mühəndislik fakültəsi olaraq
keçdi Beynəlxalq Dil Mərkəzi. Elə ondan biraz aşağıdaydı. Beynəlxalq Dil Mərkəzində adından da bilindiyi kimi bir növ dil kursu kimi başa düşə bilərsən, amma universitetindir. Bizə burada ingilis dil dərsləri keçirilir. Hələ ki, gələn illərdə yəqin ki, artırıla bilər fərqli dillərdə. Çünki Beynəlxalq Dil Mərkəzi ingilis dil mərkəzi deyil. Şey bu binada ingiliscədir. Tamamilə ingiliscədir. Yəni Azərbaycanca bir söz falan, dərs prosesi ümumiyyətlə ingiliscədir və bu binada gələndə bizə dedilər ki, imtahan keçiriləcək və bu imtahana görə səviyyə təsbit imtahanıdır. Bu imtahana görə sizi qruplara ayıracağıq. Ümumiyyətlə bu səviyyə təsbit imtahanı çox önəmli və yaxşıdır, çünki ingilis dili əla bilənlə ingilis dilini heç bilməyən insan eyni qrupa düşsə, yəni özünüz başa düşürsünüz ki, inkişaf çox daha yaxşı olmayacaq və ya gec olacaq. Beynəlxalq Dil Mərkəzindən də aşağı düşürük, artısa 10-15 dəqiqəlik bir yoldur universitetin əsas korpusuna. O məşhur Qarabağ Universiteti yazılan o böyük binaya gəlib çatırıq. Çox qəşəngdir, yəni qabağında parkı falan. Həqiqətən mən ilk dəfə görəndə çox belə qəribə hiss keçirmişdim. Yaradılan mərkəzlər və klublar. Mərkəzlərin hamısının adı indi yadımda deyil. Amma şey var, klublar deyə bilərəm. Klublar. Məncə bu universitetin digər universitetlərdən ən çox fərqləndirən xüsusiyyəti deyim, yaxşı cəhətdən. Bu universitetdə tələbə həyatına çox böyük önəm verir, həqiqətən çox böyük önəm verir. Mən məsələn özüm dram klubu var. Dram klubu bir növ aktyorluq klubu demək olar da, yəni dram klubu var. Orada oranın idarəçisiyəm və bəlkə də ən çox sevindiyim şeydir bu. Yəni dram klubunun idarəçisi olmaq, həmçinin aktyor olmaq. Bu vaxta qədər deyəsən 3 tamaşa biz keçirtmişik. Dram klubu hal-hazırda tərkibində 50 nəfərə yaxın tələbə var, onun 20-si 30 aktivdir. Dram klubu ümumiyyətlə universitet daxili böyük tədbirlərin keçirilməsində, tamaşaların, səhnəciklərin keçirilməsində fəal olan bir klubdur. Məsələn, başqa bir klubda bir səhnəciyi keçirtmək istəyir, dram klubundan kömək alır. Bir növ, necə deyim, bir aktyorluq kastı kimi bir şeydir bu dram klubu. Yəni, kiməsə nəsə universitet daxili səhnəci üçün, tamaşa üçün lazım olur, dram klubundan xahiş edir. Məsələn, mən özümdəki bu yaxınlarda başqa klubların bir səhnəciyi var idi, orada iştirak elədim dram klubunun aktyoru olaraq. Gənc hüquqşünaslar klubu var, kitab klubu var, şən və hazır cavablar klubu var, psixologiya klubu idi ya da cəmiyyəti var. Bunların hamısı bu arada tələbələr qrubu, yəni xəbəriniz olsun. Burada yenə də ona görə də deyirəm ki, tələbə həyatına böyük önəm verilir, fəaliyyətlərə. Musiqi klubu. Mənim üçün ən önəmli olan ikinci klub. Birinci klub dram klubu, ikinci klub musiqi klubu. İncəsənət fakültəsi söhbəti də buydu. Musiqi klubu yaradılıb İncəsənət fakültəsinin tərkibində, düzdəli fəaliyyətə başlamayıb, amma əsas odur yaradılıb. Bu klubda vokal, piano və bəzi instrumentlərin ifasını tələbələr, peşəkar tələbələr bizə öyrədəcək. Məncə, yəni ən yaxşı ikinci klubdur. Mən ümumiyyətlə mühəndislikdən daha çox incəsənətə olan marağım məni ora çəkir. Bu arada, yəni korpusları dediyim kimi əsas Beynəlxalq Dil Mərkəzi və İncəsənət fakültəsi olaraq ayrılıb. İncəsənət fakültəsi tələbələrin bütün dərsləri həmin korpusda keçirilir. Yalnızca qeyri-ixtisas dərslərindən başqa, məsələn, birinci semestrdə tarix keçirdilər, gəlirdilər əsas korpusa. Klublar haqqında danışdığımı düşünürəm ətraflı. İxtisasım kompüter mühəndisliyidir. Yəni, hələ ki, ilk ildən bizim məsələn cədvəlimizdə ixtisas fənni birinci kurs olduğumuza görə o qədər də çox yoxdur. Hələ birinci semestr demək olar ki, bir dənə xətti cəbr və analitik həndəsə və proqramlaşdırma əsasları idi, başqa yox idi. Birinci semestrdə demək olar ki, hər universitetdə olduğu kimi tarix keçirilirdi. Bizdə ingilis dili keçirilirdi. 2 ingilis dili dərsi var idi bu arada. Praktik ingilis dili və intensiv ingilis dili olmaqla 2 yerə bölünür. Bir növ foundation kimidir, yəni bilənlər bilir foundation nə olduğunu, ingilis dilindən hazırlıq mərhələsi kimi. İxtisasım da kompüter mühəndisliyidir. Bu arada mühəndislik fakültəsi demək olar ki, 99%-i Bakı Mühəndislik Universitetindən gəlib, müəllimlər deyirəm. Dekanımız elə özü Hüseyn müəllim, müəllimlərimiz, tutorlarımız çoxsu həmin heyət Bakı Mühəndislik Universitetindən, Qarabağ Universitetinə gəlib. Bəli, 95% deyə bilərəm.
Bakı Mühəndislik Universitetindən cəlb olunub. İxtisasım haqqında çox bir şey deyə bilmərəm. Keçirilən fənlər normal olaraq proqramlaşdırmanın əsasları, bu semestr riyazi analiz keçirik və digər fənlər və ya fizikada keçirik bu arada. Maraq dairəsinə görə seçimlərimiz. Maraq dairəsinə görə seçimlərimiz dedikdə klubları nəzərdə tuturdum biraz. Midtermlər və finallar. Burada imtahanlar haqqında danışmaq istəyirəm. İmtahanlarımız necə olur? Final imtahanı 40 bal olur, midterm, yəni aralıq imtahanı 30 bal olur. Qalan 30 balı isə semestr ərzindəki fəaliyyətimizdən toplayırıq. Necə məsələn quiz ola bilər, 10 bal verir. Aktivliyimiz 10 bal. Yəni belə 30 balı semestr ərzində, 30 balı aralıq imtahanından və 40 balı isə final imtahanından yığırıq. Final imtahanı bildiyimiz semestr imtahanıdır. Semestr sonu olan imtahanda yəni. İmtahanların çətinliyin deyim, əslində çətin deyil. Həqiqətən çətin deyil. Yəni semestr boyu ümumiyyətlə oxusaz fənni. Burada imtahanlar çətin olmur. Yəni nə asan olmur, nə də çətin olmur. Normasında olur. Bir imtahan necə olmalısa elə olur. Gələn xüsusi qonaqlar. Gələn qonaqlar həqiqətən çox önəmli qonaqlar olur. Necə deyim? Qlobal forumlar keçirilir universitetimizdə. Dövlət səviyyəli görüşlər baş verir. Məsələn, hətta qış bitən kimi, havalar biraz yaxşılaşan kimi burada 2 həftədən də çox, azı bir 15-16 gün boyunca arxa-arxaya bura səfərlər olurdu. Necə? Adanın siyasi forumu keçirildi. Sonra, məsələn, cənab Hikmət Hacıyev də gəlmişdi. Mən də burada yenə deyirəm, universitetimizdə çox görüş keçirildi. Məsələn, COP simulyasiyası oldu bu yaxınlarda. Sonra nə oldu? Davamlı olaraq yəni tədbirlər, dövlət səviyyəsində əhəmiyyətli görüşlər, siyasi görüşlər. Məsələn, 30 ölkədən səyyahlar gəlmişdi. Bu universitet daima bir qonaq qarşılayır və əhəmiyyətli, hər qarşıladığı qonağın mütləq ki bir əhəmiyyəti vardı. Sonra cənab nazir Emin Əmrullayev, Elm və Təhsil naziri Emin Əmrullayev bura demək olar ki 2 aydan bir, hər ay deməyim 2 aydan bir, 3 aydan bir mütəmadi olaraq gəlir bura. Yəni görmək mümkündür cənab Emin Əmrullayevi burada. Yəni belə, yəni universitetə səfər çox olur. Sonra müəllimlər və fənlər, müəllimləri ən azından öz müəllimlərimizi dedim. Fənlər, onu da dedim, cədvəl. Bizim bəlkə bu il yəqin ki müvəqqəti çəkəcək. Bu il biraz cədvəl cəhətdən biraz sıxıntımız var. Ən azından mənim var. Mən subyektiv danışım daha doğrusu. Necə bir sıxıntı deyim? Cədvəl biraz yorur. Bu da əslində tələbənin universitetdə zamanını keçirməsi üçündür. Bizim dekanımız demişdi. Səhər 9-da gedirik universitetə, 9-da ilk dərsimiz başlayır və saat 5-in yarısı axırıncı dərsimiz qurtarır. Bu necə baş verir? Birinci dərsimiz 9-dan 11-in yarısına qədər olur. Sonra arada 40 dəqiqə fasilə, 11-dən 1-in yarısına qədər, yenə arada 40 dəqiqə fasilə, 1-dən 3-ün yarısına qədər, sonra yarısı deyirəm, 20 dəqiqə işləmiş. Sonra 3-dən də ki 5-in yarısına qədər. Arada məsələn bir dərs boş olur. Biz də həmin vaxt ya yataqxanaya gəlirik, yemək yeyirik, gedirik ya universitetdə kitabxanada vaxt keçiririk. Nəsə bir vaxt keçiririk ümumiyyətlə. Başqa nə deyə bilərəm cədvəl haqqında? Yəqin ki gələn il dəyişəcək. Artıq yeni tələbələr gələndən sonra günorta növbəsi və səhər növbəsi olacaq. Sonra nəzərdə tutulan layihələr. Nəzərdə tutulan layihələr dediyimdə universitet haqqında, ümumi universitet haqqında nəzərdə tutulan layihələr nədir? Universitetin yeni korpusları, binaları və təhsil proqramları. Gələn illərdən mübadilə proqramları düşünülür. Sonra hətta indi inşası başlayıb, çoxdan başlayıb daha doğrusu. Əsas korpusun yanında İqtisadiyyat məktəbinin. Bizdə bu arada fakültələrə məktəb deyirlər, yəni mühəndislik məktəbi, iqtisadiyyat məktəbi, incəsənət məktəbi belə. İqtisadiyyat məktəbinin binası inşa olunur, gələn ilin sentyabrına yəqin ki hazır olacaq. Yəni buradan ikinci ixtisas qrupunu seçən tələbələrə, abituriyentlərə məncə bu şad xəbər kimi deyim, gələn ildən sizin ayrıca bir binanız olacaq və qəşəng bir bina olacaq deyə bilirəm. Çox modern görünür çünki layihəyə baxmışam. Yəni belə İqtisadiyyat məktəbinin binası gələnlə hazır olacaq düşünülür. Sonra məsələn Xocalda bir filial olacaq Qarabağ Universitetinin. Adından da bildiyimiz kimi Qarabağ Universiteti, yəni Xankəndi Universiteti deyil bu.
ki, ancaq Xankəndində olsun. Qarabağ ərazisində olacaq. Xocalıda səhv eləmirəmsə, kənd təsərrüfatı, hə. Necə deyim? Yəni kənd təsərrüfatı ixtisası, korpusu mu deyim, ixtisası mı deyim, Xocalıda olacağı düşünülür. Sonra 2 ildən sonra təxmini İncəsənət məktəbi Şuşaya köçürüləcək. Sonra, yəni belə Qarabağ ərazisinə ümumi belə yayılacaq. Yəni təxmini nəzərdə tutulan layihələr bu qədərdir və yataqxana, bir dənə universitet videosunda bir dənə yataqxanadan bunu deyim ki, yataqxananın desən 7 yeni binası ya da 6 yeni binası restavrasiya prosesindədir hal-hazırda. Təxmini ya gələn illə ya da o biri illərə hazır olacaq ki, o da bizim bu yataqxanadan biraz aşağıda yerləşir. Ümumi çox olacaq yataqxana. Universitet haqqında bu qədər. Bu arada yataqxana haqqında da video çəkəcəm. Bir də ki, şey var. Könüllülük fəaliyyətləri var. Bizim universitet daxili könüllülük fəaliyyətimiz də var. Sonra Regional İnkişaf İctimai Birliyi, yəni RİB. Onun da könüllülüyü var. Burada səfərlər falan olanda RİB-in könüllüləri iştirak eləyir. Sonra mən məsələn hal-hazırda bu gün saat 23:30-da yığışıb gedəcəyik gecə Bakıda 4 may keçiriləcək Bakı marafonunun könüllüsü olacağıq. Yəni belə aktiv olmaq çox rahatdır burada. Önə çıxmaq, bir tələbənin vaxtını yaxşı dəyərləndirməsi məncə çox yaxşıdır. Bu qədər. Like atmağı və abunə olmağı universitet haqqında və əlavə digər Xankəndi şəhərində həyat, Qarabağ ərazisində həyat, ümumi bu haqqda olan bloqları izləmək üçün, xəbərdar olmaq üçün abunə olmağınız yetərlidir. Like atdığınız üçün indidən təşəkkürlər. Sağ olun, salamat qalın.